Soyuq havanın ən isti yeməyi quymaq hazırlayırıq. Bakı quymağını hazırlamaq üçün bizə təxminən 150 qram yağ, 1 stəkan un lazımdır. Ələnmiş unu yağın üzərinə əlavə edirik. Əlimizi dayandırmadan qovururuq. Qovrulmasını necə bilirik? Unun rəngi dəyişəndə artıq deməli umacımız hazırdır. Üzərinə duz, sarı kök əlavə edib qarışdırırıq. Tamamilə qarışdıqdan sonra isə üzərinə su əlavə edirik. 1 stəkan un əlavə etmişiksə 1 litrdə su əlavə edirik. Suyu az-az əlavə edirik ki, unun hissələri tamamilə açılsın. Mən burada taxta qaşığı çırpıcı ilə əvəz edirəm ki, topaq hissə qalmasın. Tamamilə açıldıqdan sonra isə çırpıcının içərisindən çıxardıb ağzı bağlı şəkildə 4 gözlü qazın orta göz tam açıq şəkildə üzəri qaymaq, altı qazmaq tutana qədər bişiririk. Mən yağın çox əlavə etdim. Əslində bu ölçüyə 1 stəkan una 200 qram yağ əlavə edilir. Və bunu servis edərkən boş qablara çəkirəm. Qazmaq hissəsini 4 yerə bölüb hər boşqabın üzərinə əlavə edirəm. Dolu-dolu 4 boşqab alınır. Üzərinə şəkər tozu və darçın istifadə etdim. Zövqünüzə uyğun olaraq darçın istifadə etməyə də bilərsiniz. Budur, ləzzətli quymağımız hazırdır. Siz də hazırlayıb nuş edə bilərsiniz. Kanalı bəyəndiysəz videoma like atıb abunə olmağı unutmayın. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.